Bugünkü rəhbərlər arası hər görüşümüz düşünürəm çox məhsuldar keçdi. Çünki yeni aya qədəm qoymuşuq və hər birimizin də yeni planlarımız, məqsədlərimiz var və bu məqsədlərə çatmaq üçün müəyyən bir addımlar atılacaq və hər birimizə bu yolda uğurlar. Bugün mən uğurlu biznes qadını olmağın sirrini öyrəndim. Sadəcə bir onu deyə bilərəm ki, bugün yeni başlanğıcların təməli qoyuldu. Bugünkü səhər yeməyimizdə bir daha liderimiz bizə başa saldı ki, irəliləyiş üçün böyük bir təkandır bugünkü yığıncağımız. Yəqin ki, təkanımız yaxşı olar. Bugündən iş həyatında yenilik eləməyi, iş həyatında dönüş eləməyi öyrəndim. Bugünkü gün üçün ilk növbədə Ülviyə xanım sizə minnətdarlıq bildirirəm və uğur təsadüfi deyil, bir əziyyətin, bir zəhmətin bəhrəsidir. Bugün bir daha əmin oldum ki, doğru bir komandadayam. Bu komandada olduğum üçün sizə təşəkkür edirəm, deyirəm. Bu yol tək iş yolu deyil, bu yol doğru qərar yoludur. Əgər siz də doğru qərar vermək istəyirsinizsə, mütləq bizim aramıza qoşularaq öz həyatınızı dəyişin. Bugün liderimiz tərəfindən bizə inkişafımız üçün çox möhtəşəm taktikalar ötürüldü. Bugün uğurun əsas təməli nədir, onu öyrəndik. Günə pozitiv başlamaq insana enerji verir. Bu gün məqsəd təkcə qarnı doydurmaq deyildi, həm də ruhu qidalandırmaq idi. Dəyərli komanda, əgər siz də belə bir biznes görüşlərdə iştirak etmək istəyirsinizsə, rəhbərlərlə bir arada olmaq istəyirsinizsə, o zaman 2500 frank və üzəri olub rəhbərlər qrupuna siz də daxil olun və sizləri siz də biliriz. Hər kəsə uğurlar.